Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in ve ba'd. Və davam edirik biz Allahın köməyi ilə Şeyx Muhammed ibn Salih Əl-Useymin rahimahullahın qunut duasının bitirdə oxunan qunut duasının şərhinə və Şeyx axırıncı dəfən qalmışdıq biz və qina şərrə mə qadayt. Bura çatdıqda kifayətlənmişdik və Şeyx davam edərək buyurur ki və qina şərrə mə qadayt. Allahu Azze ve Celle yaqdi bil xeyri və yaqdi bil şər. Və buyurur ki Allah Subhanahu ve Teala, Allah Azze ve Celle həm xeyri qərar edir, təqrir edir və həm də şəri. Amma qadauhu bil xeyr fəhvə xeyrun mahdi fil qada və maqdi. Allahın xeyri qərar etməsində, təqrir etməsində təmiz xeyirdir. Həm Allahın qərar verməsi, həm də o qərarın nəticəsi. Yəni Allahın təqdir etdiyi, hökm verdiyi həmin məsələdə özlüyündə də xeyirdir və həmin hökmün, həmin əmrin, həmin təqdirin nəticəsi də xeyirdir. Misalu qada'u bil xeyr. Və Şeyx həmin qada xeyir qərar verməsinə dəlil gətirir. Buyurur ki: "El-qada'u lin-nasi bir-rizqil vasi vel-amn vet-tamanniyyə vel-hidayəti ven-nasr ilə hâzâ xeyrun fil-qada vel-maqdi." Və deyir ki, Allah Subhanahu insanlar üçün bol ruzi, əmin-amanlıq və rahatçılıq və hidayət və köməyi, bunlar hamısı nədir? Allahın xeyir qərar etməsidir, xeyir təqrir etməsidir. Həm Allahın təqrir etdiklərində, həm də həmin təqrir etdiklərinin nəticəsində. Və sonra Şeyx buyurur ki, el-qada'u biş-şər. Şər qəza etməyinə gəldikdə isə, Allahın şərri qərar verməsinə gəldikdə isə, xeyrun fil-qada, şərrun fil-maqdi. Yəni Allahın təqdir etdiyi xeyirdir, lakin təqdir etdiyi nəticəsi şərdir. Misalu zəlik. Buna misal isə budur Şeyx buyurur. El-qahtu, imtina'ul matar. Yəni quraqlıq, yağışın kəsilməsi, yağış yağmaması. Həzə şərrun. Şeyx buyurur ki, bu şərdir. Lakinnə qadaullah bihi xeyran. Xeyrun. Lakin deyir, Allahın bunu təqdir etməsi, qərar verməsi xeyirdir. Keyfə yəkunu qada'u bil-qahti xeyran. Şeyx deyir ki, necə ola bilər ki, yağışın kəsilməsi, quraqlıq, Allah qərar verilməsi xeyr ola bilər. Yəni, Allahın quraqlıq istəməsi xeyr ola bilər. Təqdir etməsi xeyr ola bilər. Ləv qalə qalə, yəni bir deyən adam, yəni bir adam deyə bilər ki, necə quraqlıq xeyr ola bilər? Axı quraqlıqda fəsadlar var. لأن الله يقدر علينا بالقحط والجد فتموت deyə bilər ki, Allah Subhanahu bizə təqdir edib bunu, quraqlığı, həmin quraqlıqda heyvanat ölür, təfsidu zuru, əkinçilik, fəsad olur, tərk olur. Fəmə vəcihul xeyr, burada xeyr sifəti hardadır axı? Biz deyirik ki, nədir? Allah Subhanahu yaqdi bil xeyri və Allah həm də xeyri təqdir edir, həm də şər. Allahın təqdir etdiyi şərin içində belə nə var? Xeyr var. Təqdir etdiyi xeyirdir, lakin nəticə baxımından şərdir. Və buna misal olaraq ki, quraqlığı çəkir. Quraqlıq özü Allah təqdir etdiyi tərəfdən xeyir, nəticə baxımından isə şərdir. Və burada Şeyx deyir ki, bir adam sual verir ki, necə ola bilər ki, quraqlıq, yağışın kəsilməsi xeyr ola bilsin. Və halbuki onda heyvanat məhv olur, heyvanat ölür və əkinçilik məhv olur. Hardadır burada xeyr sifəti? Şeyx biz deyir ki, Şeyx buyurur ki, deyirik ona. Nəqul istəmi ilə qavlillahi subhanahu və teala. Allah subhanahu və teala deyir, bu kəlamına qulaq yetir. Zaharal fəsadu fil bərri vəl bəhri bimə kəsəbət əydin nəs liyuziqahum ba'dalləzi amilu ləalləhum yərciun. Allah subhanahu buyurur ki, yer üzündə zahral fəsadı, yerdə və dənizlərdə fəsadın zahir olması insanların öz əlləri ilə qazandıqlarıdır, kəsb etdikləridir. لِيُذِيقَهُمْ بَعْضَ الَّذِي
amilu. Etdikləri əməllərin, pis əməllərin qarşılıqlarını datsınlar deyə. Bəzilərinə, hamısını yox. Ləalləhum yərciun. Bəlkə qayıdarlar, bəlkə tövbə edərlər. İzən, lihəzəl qada qayətun həmidə. Deyir ki, Allah burada, yəni, yerdə və dənizdə fəsadın çıxmasını əmr etmişdir. Qəza etmişdir, təqdir etmişdir. Lakin burada gözəl sonluq var. وَهِيَ الرُّجُوءُ إِلَى اللّٰهِ سُبْحَانَهُ وَتَعَالَى مِنْ مَعْصِيَتِهِ إِلَى طَاعَتِهِ. O da Allah'a qarşı olan asilikdən Allah'a itaətə dönüşdür. İnsan Allah'a qarşı etdiyi asiliklərdən Allah'a itaət etməsidir. Allah'a itaətə qayıtmasıdır. Fəsara muqdi şərran və qadav xeyran. Beləcə nəticə şər olsa belə qəza etməsi, qəza isə, təqdir isə xeyirdir. Yəni Allahın təqdir etdiyi isə xeyirdir. Yəni onu əmr verməsi isə xeyirdir. Və şeyx buyurur ki, və xayru biyədik və şərru leysə ileyk. Və burada bu hədisi gətirir. Allah subhanət Allah şər nisbət olunmaz. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Allah subhanət hələ səna edərək, tərif edərək buyurur ki, vəl xayru biyədik və şərru leysə ilik. Xeyr sənin əlindədir, şər isə sənə nisbət olunmaz. Şər isə sənə nisbət olunmaz. Lihədə lə yunsəbu şərru ilallah subhanahu və teala. Və deyir, bundan dolayı Allaha şər nisbət olunmaz. Peyğəmbər sallallahu əleyhi və səlləm də hədisdə necə buyurur, necə tərif edir Allah Subhanahu taala? Vel xeyru bi yedik və şerru leysə ileyk. Xeyr sənin əlində, şər isə sənə nisbət olunmaz. Və buyurur innəkə, duanın davamında gəlir. İnnəkə taqdi və la yuqda aleyk. Həqiqətən sən Allahım qərar verirsən və sənin üzərinə qərar verilməz. Kimsə sənə qərar verə bilməz. Qərar verən, əmr verən tək sənsən ey Allah. İnnəkə. Yalnız sənsən qərar verən, təqdir edən. Və sənə heç kim qərar verə bilməz, təqdir edə bilməz, əmr edə bilməz. Allahu Azze və Cəllə yaqdi qada'ən şər'iyyən və qada'ən kəvniyyən. Və şeyx buyurur ki, Allah Subhanahu taala həm qərar verir, əmr verir, həm şər'i qərar verir, həm də kəvni qərar verir, təqdir edir. Şər'i odur ki, dini məsələlərə, kövni isə dünyavi məsələlər. Allahu Teala yaqdi ala kulli şeyin və bi kulli şey. Allah hər şeyə, hər bir şeyə nədir? Qərar verir, əmr verir. Li'anna lahul hukmut tammuş şamil. Ona görə ki, tam hökm, hər şeyi əhatə edən hökm sahibi Allahdır. Və duanın davamında ki, və la yuqda aleyk. Sənə kimsə əmr verə bilməz. Ey la yuqda aleyhə, heç kəs sənə əmr verə bilməz. Fəl-ibadu la yahkumunə aləllah. Qullar Allaha hökm verə bilməzlər. Vallahu yahkumu aleyhim. Allahdır onların üzərinə hökm verən. Əl-ibadu yus'əlunə ammə amilu. Qullardır etdiklərindən sorumlu olanlar. Etdiyi əməllərinə görə cavabdeh olanlar. Və huvə la yus'əl. Allah soruşulmaz. Niyə etdi? Necə ki Allah Subhanahu taala ayədə buyurur: "La yus'alu amma yef'alu və hum yus'alun." Allah etdiklərindən sorumlu olmaz, soruşulmaz. Onlar etdiklərindən sorumlu və soruşulacaqlar. İnnehu, sonra duanın davamına gəlir ki, innehu la yazillu men valeyt və la yu'izzu men adeyt. Və şeyx buyurur ki, bu bizim keçən sözümüzdür ki, və təvəllənə fîmən təvəllət, necə duanın əvvəlində qeyd etmişdik, bizi dostlarından et, bizi özün hökmün altında olanlardan et. Fəizə təvəlləllah insənə fəinnəhu ləz. Əgər Allah subhanə insanla dostluq edərsə, insanın ağası, vəlisi olarsa, ona heç kəs onu zəll edə bilməz. Və izə ədəllahu l'insənə fəinnəhu lə yiz. Və eləcə də Allah subhanə taala kimə qarşı düşmənçilik edərsə, onu kimsə izzətləndirə bilməz.
والمقتضى ذلك أننا نطلب العز من الله سبحانه وتعالى ونتقي من الذل بالله عز وجل. Və beləcə də biz Allahdan izzətli olmağı tələb edir və Allahdan bizi zəlil olmasından, zəlil olmamızdan sığınırıq, qorumağını diləyirik. Allahdan izzətli olmağı tələb edir və həmçinin zəlil olmaqdan çəkinirik. Allahdan istəyirik ki, bizi zəlil olmaqdan qorusun. فَلَا يُمْكِنُ أَنْ يَذِلَّ أَحَدٌ وَاللّٰهُ تَعَالَى vəliyyə. Mümkün deyil ki, Allah subhanahu və teala'nın vəlisi olduğu şəxs, Allahın dostu olduğu şəxs zəlil ola bilsin. Fəl-muhim huvə təhqiqu hâzihil vilayə və biməzə təkunu hâzihil vilayə. Şeyx deyir, mühüm olan odur ki, bu dostluq, bu vəlilik nə ilə olur? Necə insan bu məqama yetişə bilir? Bunu necə insan öz həyatında tətbiq edə bilər? Hətta Allahın dostlarından olsun. Allah idarə etdiklərindən olsun. Hâzihil vilayətu təkunu bi vasfayni beyyənəhumullahu azza və cəllə fi kitabihi fəqalə azza və cəllə. Deyir, bu dostluğun iki vəsfi vardır ki, Allah subhanahu ta'ala, Allah azza və cəllə öz kitabında bu vəsfləri bizlərə bəyan etmişdir. Ələ innə əvliyəəllahu la xawfun aleyhim və la hum yəhsənun əlləzinə əmənu və kənu yəttəqun. Allah subhanahu deyir ki, Allahın övliyalarına nə bir qorxu var, nə də bir hüzün. O kəslər ki, iman gətirib və təqvalıydılar. Və sifətu əhaduhumə fil qalb və səni fil cəvarih. Bu iki sifətdən biri qəlbdə, ikincisi isə insanın hərəkətlərində, əzalarındadır. Əl-ləzinə əmənu fil qalb. İman gətirməkləri qəlblərdə və kənu yəttəqun. Təqvalı olmaqları isə həzihi fil cəvarihlərində, bədən üzvlərində təzahür olardı. Fəizə saləhəl qalbu vəl cəvarih. Nələl insanu vilayət bihəzeyni vasfeyni. Deyir, əgər qəlb və cəvahir, qəlb və insanın bədən üzrə islah olarsa, insan bu iki vəsfi əldə edərsə, bu zaman insan vilayəti, vəliliyi, Allahın dostu olmağa əldə etmiş olar. Və leysət vilayəti fi mən yəddə'i min uləikə qumləzinə yəslukunə turuqur ruhbən və əhl-ləzinə yəbtədi'unə fi şər'illəh mə leysə minhu. Şeyx deyir ki, təqva əhli, Allahın övliyaları o kəslərdir ki, rahiblər kimi özlərindən bidətlər, əhli bidət olanlar deyirlər ki, özlərindən Allahın dinindən ixtiralar edir və sonra da deyirlər ki, biz Allahın dostlarıyıq. Xeyr, Allahın dostlarını Allah subhanahu ta'ala iki gözəl vəsflə vəsfləndirmişdir. Vilayətullahi azza və cəllət əlləti bihəl-izz hiyə məcmun fi həzini vasfini. Allahın vəliliyi, Allahın dostluğunu əldə edən şəxslər iki sifətlə Allah subhanahu vəsf etmişdir. Halbuki həmin iki vəsflə bütün izzətli olmaqla həmin şəxslər izzətli olurlar, həmin iki şeylə. Əl-iman və təqva. İman və o da təqvadır. Qalə Şeyxülislam ibn Teymiyyə, necə Şeyxülislam ibn Teymiyyə rahmanullah deyir ki, əxlan min həzi, bu ayədən götürərək, bu ayədən də istinbat edərək buyurur ki, Əl-ləzinə əmənu və kənu yəttəqun, iman gətirib və təqi olanlardır. Mən kənə müminən təqiyyən, kənə lilləhi vəliyyən. Kim mümin və təqvalıdırsa, və odur Allahın vəlisi, odur Allahın dostu. Özlərindən hər hansı bidəti ixtira edib və sonra insanları çağırmaları ki, biz Allahın dostlarıyıq, biz Allahın vəliləri, bunlar Allahın dostu ola bilməz. Allahın dostu mümin və təqi olanda Allahdan qorxandır. Allahın sifətləri arasında özünə əzab və rəhmət sifətləri arasında özünə qalxan tutandır.
Və la ya'izzu. Şeyx sonra davam edir ki, və daha doğrusu ondan əvvəl buyurur ki, və sadaqa rahimehullah li'anna hada allazi dalla alayhi'l Qur'an. Və deyir ki, Şeyx Allah ona rəhmət eləsin, düz deyir. Həqiqətən də bu da Qur'anın yönətdiyidir. Qur'an yönətdiyi nədir? Kim həqiqi mömindirsə və həqiqi təqva əhlidirsə, odur Allahın dostu. Yalancılar, kəzzablar, dəccallar yox. Və sonra Şeyx keçir qalan duanın qalan hissəsini şərh eləməyə. O buyurur ki, وَلَا يَعِزُّ مَنْ عَادَيْتِ. Yəni, ənnə mən kənə aduvən lillah fəinnəhu lə yə'iz. Yəni, o deməkdir, Şeyx buyurur ki, kim Allahın düşmənidirsə, onun izzətli olması mümkün deyil. Bəl həluhu zul vəl xusran fəşilliyə, əksinə onun halı daim zəlillik, ziyanlıq və biabırsılıq olur, uduzqanlıq olur. Qalallahu Teala. Allah Subhanahu buyurur: "Men kana aduwwan lillahi ve melaikatihi ve rusulihi ve Cibril ve Mikal fe innallaha aduwwun lil kafirin." Allah Subhanahu buyurur ki, kim Allah'a qarşı düşməndirsə, mələklərinə qarşı, rəsullarına qarşı, Cəbrailə qarşı, Mikailə qarşı, Allah onun düşmənidir. Allah bütün kafirlərin düşmənidir. فَكُلَّ كَافِرٍ ذُلٌّ وَهَمَّ أَذَلَّ وَهُمْ أَذَلَّ. Deyir, bütün kafirlər zəlil və alçaqdılar. وَلِهَذَا لَوْ كَانَ عِنْدَ الْمُسْلِمِينَ عِزُّ الْإِسْلَامِ وَعِزُّ الدِّينِ وَعِزُّ الْوِلَايَةِ لَمْ يَكُنْ هَؤُلَاءِ الْكُفَّارُ عَلَى هَذَا الْوَضْعِ الَّذِي نَحْنُ فِيهِ الْآنَ. Deyir, həqiqətən möminlərdə, müsəlmanlarda İslam izzəti, din izzəti və vəlilik izzəti olarsa, mümkün deyil ki, kafirlər müsəlmanların yəni hal-hazırdakı halda olsunlar. Kafirlərin bu vəziyyətdə olması, yəni müsəlmanların üzərində söz sahibi olmaları mümkün deyil. Hətta innənə nənzuru iləyhim min tariqil xafif, nənzuru iləyhim min tariqil zulli lənə. Və deyir, hətta biz onlar nədir? Tərəf belə zəif baxırıq, yəni belə deyək də, onlar bizdən üstün görsənir. Elədirlər də, həm silah sursat, həm orada baxımından, həm texnologiya baxımından. Və əksər müsəlmanlar özləri nədir? Zəlil görürlər. وَالْعِزُّ لَهُمْ لِيَنَّ أَكْثَرُ الْمُسْلِمِينَ يَوْمَ مَعَ الْأَسَفِ لَمْ يَحْتَزُوا بِدِينِهِمْ. Və izzət, yəni deyir ki, bu günləri elə görsənir ki, izzət onlar. Niyə görə? Bu səbəbi nədir? Çünki deyir ki, çox təəssüflər olsun ki, müsəlmanlar dinləri ilə izzətlənməyiblər. وَلَمْ يَأْخُذُوا بِتَعَلِيمِ الدِّينِ. Dinlərin öyrənməyiblər. وَرَقَنُوا إِلَى مَادَّةِ الدُّنْيَا. Onlar dünyaya söykəniblər və dünya bərbəzəyinə söykəniblər. وَلِهَذَا أُصِيبُوا بِالظُّلْمِ. Bundan dolayı zəlillik onlara isabət etmişdir, zəlillik onlara baş vermişdir. فَصَارَ الْكُفَّارُ فِي نُفُوسِهِمْ أَعَزَّ مِنْهُمْ. Onlar eləcə də müsəlmanlar nəfsində kafirlər onlardan daha izzətli görsənir, daha hörmətli görsənir. لَكِنَّنَا نُؤْمِنُ بِأَنَّ الْكُفَّارَ أَعْدَاءُ اللَّهِ أَعْدَاءُ لِلَّهِ وَأَنَّ اللَّهَ كَتَبَ الذُّلَّ عَلَى كُلِّ عَدُوٍّ لَهُ. Və deyir, biz iman edirik ki, həqiqətən kafirlər Allahın düşmənləridir və Allah Subhanahu taala bütün düşmənlərinə zəlilliyi yazmışdır, qərar vermişdir. Mümkün deyil ki, insan kafir olsun və izzətli olsun. İzzət yalnız Allah və Rasuluna tabi olanlarda, Allahın əmrlərinə boyun əyənlərdən, müsəlmanlardadır. Lakin bugün müsəlmanların dinin tərk etməsindən dolayı müsəlmanlar elə görsən ki, izzət onlardadır. İzzət kafirlərdədir. Necə Allah Subhanahu taala buyurur ki, "İnnellezîne yuhaddûnallâhe və rasûlehu ulaike fil əzəllin." Allah Subhanahu buyurur ki, o kəslər ki, Allah və Rəsuluna qarşı düşmənçilik edirlər, onlar zəlil olanlardır, onlar zəlillərdir. Və həzə xəbərun müəkkədun. Bu deyir, müəkkəd, təkid olunmuş bir xəbərdir. Və sonra Allah Subhanahu buyurur ki, "Kətəbəllahu ləəğlibənnə ənə və rusuli, innəllaha qaviyyun aziz." Həqiqətən qələbə çalan Allah və Rəsulu olacaqdır. Həqiqətən Allah güclüdür, qavidir və azizdir. فَمَنْ عَادَ اللّٰهَ عَزَّ وَجَلَّ فَهُوَ ذَلِيلٌ لَا يُمْكِنُ أَنْ يَكُونَ عَزِيزًا إِلَّا فِي نَظْرِ مَنْ لَا يَرَى عِزَّةً إِلَّا فِي مِثْلِ هَذَا كَانَ عَلَيْهِ هَذَا الْكَافِرُ. Deyir, mümkündür ki, Allah'a qarşı düşmənçilik etsin
və o zəlil olmasın. La yumkin an yakuna aziz olması, izzətli olması mümkün deyil. Bir o kəslərin altındakı nədir? Onlar kafirləri izzətli görürlər. Və əmmə mən nazara alə ənəl izzətə lə təkunu illə bi vilayətillə. Lakin o kəslər ki, həqiqətən izzətli olmağı Allahın dostluğunda görürlər. Allahın əmrlərinə tabi olmağı, iman gətirməkdə və təqvi olmaqda görürlər. Və dini üzərində sabit qalmağa, davamiyyətli olmaqda görürlər. Fəinnəhu lə yərə həulə illə əzəllə xalqilləh. Və onlar doğrudan da kafirləri zəlil görürlər. Kafirləri daim zillətdə, daim zəlil formada görürlər. Nə qədər onların imkanları artsa, nə qədər müsəlmanlar üzərində söz sahibi olsalar belə, yenə onların qəlbində, möminlərin qəlbində, Allahın dini üzərə olanların qəlbində kafirlər heç bir izzət sahibi deyilər. Yalnız o imanı zəif olan müsəlmanların üzərində nədir, onlar izzətli görsənə bilərlər. Allah Subhanahu taala deyirəm ki, Allah Subhanahu taala bizlərdən düşmənlərimizə qarşı izzətli olmağı bizlərə qaytarsın, müsəlmanlara qaytarsın, müsəlmanlara daim kafirlər üzərində izzətli olmağa müvəffəq etsin və müsəlmanlara həqiqi ilk dönəmdəki izzətləri özlərinə qaytarsın və müsəlmanlara baş vermiş bu zilləti və bu acizliyi qaldırsın. Allah Subhanahu şeyxə rəhmət eləsin, həqiqətən çox gözəl açıqlayır, çox gözəl bizləri bu duaları fəhm etməyimizə kömək olur. Allah Subhanahu taala şeyxə rəhmət eləsin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcmaîn.